إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, ilk öncə özümə, sonra da sizlərə Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Subhanahu wa Taala'nın həm bizə, həm də bizdən öncəkilərə etdiyi bir tövsiyəsidir. Uca Rəbbimiz buyurur ki: "Və laqad vassayna allazina utul kitaba min qablikum və iyyakum an ittaqullah." Biz sizdən öncəki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bundan sonra xatırlatmaq istədiyim mövzu Şeyx Xalid Zafiri Hafizahullahın Sulvanus Sələf ində Keydil Xaləf adlı risaləsidir. Hansı ki, bu risaləyə Şeyx Xalid təlif edib və Şeyx Rabi İbn Hadi Rahiməhullah, Allah ona rəhmət etsin, Şeyx Rabi də təqdimat verib bu kitaba. Kitab ümumən Fusul fis sabri aləl ibtila və nəməzic min mihanin əimmə və sabrihim aləs sünnə. Yəni, sünnədə ümumən əimmənin, əhl-i sünnə imamlarının və həmçinin ümumən peyğəmbərlərin bu sünnə üzərində çəkdikləri əziyyətlərə, mihənə və hansı ki ibtila olublar imtihanlara, onlardan misallar gətirir, nəməzik. Misallar gətirir şeyx və bunda da məqsəd var. İnşallah həmin İnşallah risalədən bu günlərin bazardığımız qədər qısa oxuyacağıq və inşallah Allahın izni ilə də bu kitabdan davamlı halda oxuyacağıq. Əimmənin, əhl-i sünnə imamlarının çəkdikləri sıxıntılar, imtihanlar və o imtihanlara necə səbr ediblər. Və bu barədə Şeyx Xalid Əz-Zafiri misallar gətirir. İmam Əhməddən, İmam Məlikdən, digər əyimmələrdən. Barakallahu fikum. Şeyx, Bismillahirrahmanirrahim. Şeyx söyləyir ki: "İnne min a'zam ma yusallil abd sunni el-mubtala min qibal ahli'l bid'a ve'l-hawa." Həqiqətən bidət və hava əhli tərəfindən imtahana çəkilən sünni bir qul üçün nəzarahu fi siyər və tarihil əvvəlin. Əvvəlkilərin həyatına baxmaqda, sirasına baxmaqda, yəni ən böyük təsəllilərdən biridir ki, o əvvəlkilərin sirasına baxsın, tarixinə baxsın, sünni bir qul üçün. Minəl ənbiya vəl-mürsəlin, həmçinin peyğəmbərlərin, rəsullara, onların həyatına, sirasına göz gəzdirsin. وَالصَّحَابَ الْأَكْرَمِينَ və həmçinin sahabələrə وَالْأَئِمَّةِ الْمُعْتَبِرِينَ mötəbər imamlara وَالْهُدَاتِ الْمُهْتَدِينَ doğru yol hidayətçilərinə وَكَيْفَ وَاجَهُ الْبَلَى فِي ذَاتِ اللّٰهِ onların sirasına baxsın ki, onlar necə Allahın yolunda bəlalarla, çətinliklərlə üzləşiblər. فَسَبَرُوا حَتَّى عَلَى شَأْنِهِمْ və həmçinin fikir versinlər onların həyatına baxaraq görəcəklər ki, onlar bu çəkdikləri əziyyətlərə, izdirablara necə səbr ediblər. وَعَلَى شَأْنِهِمْ وَارْتَفَعَتْ مَنْزِلَتِهِمْ وَكَبَتَ اللّٰهُ عَدَوَّهُمْ وَأَخْزَاهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ hansı ki, onları Allah yolunda Allah Subhanahu onların bununla çəkdikləri bu əziyyətlə, bu imtihanla Allah onların dərəcəsini qaldırdı. Və həmçinin Allah qatında şənin uca etdi. Və Allah Subhanahu wa Taala onların düşmənlərin necə məğlub etdi. Baxdıqda onların sirasına, həyatına bu zaman görəcəksən necə Allah onları düşmənlərin fid-dunya vəl-axirə, dünyada və axirətdə necə onları rüsva etdi. Və şeyx buyurur ki: "Və-həzə məqsəd azimun min məqasid zikrillahi Teala li-əxbərir rusul və qisasihim fi kitabillahi Teala." Bu uca Allaha və kitabında
Peyğəmbərin sallallahu aleyhi ve sellem xəbərlərini və hekayələrini zikr etməsinin böyük məqsədlərindəndir. Nədir qardaşlar? Onların yoluna baxacaqsan, sən onlardan ibrət götürəcəksən, nümunə götürəcəksən. Çünki ən böyük imtihana çəkilən peyğəmbərlər olub. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ölüm anında ən şiddətli ölüm gələn, ən çox əziyyət çəkən ölüm vaxtında peyğəmbərlər olub. Şeyx Xalid də buna görə bizə zikr edir ki, yəni biz onların çəkdiklərinə baxmalıyıq, hansı əziyyətlər görüblər, hansı çətinliklər görüblər və bunun döşündə necə ediblər? Allaha asi çıxıblar, yoxsa daha da şükür ediblər? Ona baxmalıyıq. Görəcəyik ki, şeyx deyir, əksinə səbirli olublar, şükür ediblər. Əksinə itaətləri daha da artıb. Pes etməyiblər bu yoldan. Və şeyx buyurur ki, Uca Rəbbimiz Hud surəsi 120-ci ayədə buyurur ki, وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ. Peyğəmbərlərin xəbərlərindən qəlbini sabit edəcək, möhkəmləndirəcək hekayələri sənə söylədik, deyir Allah subhanahu wa ta'ala. Həqiqətən qardaşlar, digər ayələrdə də necə keçir, peyğəmbərlərin qissələrində ibrət var. Düşünüb, anlayan kəslər üçün peyğəmbərlərin hekayələrində, həyatlarında, siralarında ibrət var. Ağıl sahibləri üçün. Və hətta Allah Rəsuluna Uca Rəbbimiz ondan əvvəlki peyğəmbərlərin hekayələrini zikr edir. Ki, sabit qalsın. Bilsin ki, tək əziyyəti o çəkməyib. Ondan əvvəlki peyğəmbərlər də necə əziyyətli bir yollar keçiblər. Şeyx toxunur bunların hamısına. Və həmçinin Uca Rəbbimiz buyurur ki, وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا عَلَى مَا كُذِّبُوا وَأُوذُوا حَتَّى آتَاهُمْ نَصْرًا. Səndən əvvəlki peyğəmbərlərə, yəni hansı ki, səndən əvvəlki peyğəmbərləri də yalanladılar. Yalancı saydılar. Onlara əziyyət verdilər. Lakin buna baxmayaraq səbr etdilər. Lakin buna baxmayaraq səbr etdilər, hətta bizim onlara köməyimiz gələnə kimi. Fikir verin, Allah Subhanahu taala öz rəsulun hazırlayır ki, yəni onlar səndən əvvəlkiləri də əziyyət verirdilər, səndən əvvəlkiləri də yalanlayırdılar. Amma bizim ona köməyimiz gələnə kimi səbirli oldular. Sən də səbirli olacaqsan. Biz də səbirli olacağıq, qardaşlar. Bu hekayələr söylənməkdə bizə xatırlatmadır. Bizə də başımıza müsibət gələcək. Biz də imtahan olunacağıq. Kasıblıqla, əziyyətlə quyuya saldılar, dişin qırdılar. Qalxanın dişi batdı alnına, Allah Rəsulunun döyüşdə sahabə öz dişləri ilə çıxartdı onu ki, layiq olan budur. Nələr görmədi? Övladlarından, oğlanlarından heç kəs qalmadı. Allah Rəsulunun nəsli qızları tərəfdən davam edir. Qızı tərəfdən Fatimə radiyallahu anhə. Təsəvvür edin qardaşlar. Hamısı vəfat elədi. Oğlu İbrahim vəfat elədi. İnsanlar dedi ki, ayın, günəşin tutulması İbrahimə görədir. Peyğəmbər sallallahu möhkəm oldu. Azmadı, sabit oldu. Dedi, xeyr, İbrahimə görə deyil. Günəşin tutulması, ayın tutulması Allahın nişanələrindəndir. Allaha görədir. Tohidi axsamadı. Biz də belə olmalıyıq. Onlara baxacağıq ki, bizim də tohidimiz möhkəm olsun. Biz də imtahanlar gələndə büdrəməyək, qardaş. Yüngül imtahan gələn kimi Allah qorusun. Və həmçinin Allah Resulü buyurur ki, Allah Subhanahu taala buyurur ki, "Fasbir kama sabara ulul azmi minar-rusul." Ulul-azm peyğəmbərlərin, bilirik, ulul-azm peyğəmbərlər sayıları neçədir? 5. Say bilərik. Musa, Allah Resulü sallallahu İbrahim. Barakallahu fikum. 5 ulul-azm peyğəmbərlər var və ulul-azm peyğəmbərlərin Allah Subhanahu taala öz rəsuluna deyir ki, onların səbir etdiyi kimi fasbir, sən də səbir et. Öz peyğəmbərin onların qissələri ilə qəlbin möhkəmləndirirdi. Ki, yəni tək sən deyilsən bu yolda əziyyət çəkən.
Ve yekulul İmam Tabari rahimahullah. İmam Tabari rahimahullah söylüyor ki فَلَمْ يُخْلِ جَلَّ ثَنَاؤُهُ أَحَدًا مِنْ مُكَرَّمِ رُسُلُهُ وَمُقَرَّبِ أَوْلِيَائِهِ. Yani şəni uca olan Allah Subhanahu wa Taala hörmətli elçilərindən və yaxın evliyalarından heç birini bu dünyada imtihansız buraxmayıb. Allaha yaxın olan övliyaları belə, peyğəmbərlər belə hər birini Allah imtihan edib. Hər birin. Ona görə ki, لَيَسْتَوْجِبَ بِصَبْرِهِ عَلَيْهَا مِنْ رَبِّهِ مِنَ الْكَرَامَةِ مَا أَعَدَّ لَهُ وَمِنْ مَنْزِلَ لَدَيْهِ مَا كَتَبَهُ لَهُ. Yəni onlar sınağa səbr etməklə o övliyaları, peyğəmbərləri o imtahanı ona görə verib ki, onlar sınağa, imtahana səbr etməklə Rəbbindən onlar üçün hazırladığı kəramətə və onun üçün yazdığı uca mənzilə layiq olsunlar. Sonra Şeyx buyurur ki, وَقَالَ لَهُ صَلَى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ وَلِأَتْبَاعِهِ رِضْوَانُ اللّٰهِ عَلَيْهِمْ. Allah Subhanahu wa Taala öz Rəsuluna və ona tabi olan sahabələrinə Allah onlardan razı olsun. Mübarək kəlamında Bəqərə surəsi 214-cü ayədə buyurur ki: "Əm hasibtum an tadkhulul cennete ve lemma ya'tikum meselul lezine halu min qablikum." Elə zənn edirsiniz ki, əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız. Allah Subhanahu wa Taala deyir. Elə zənn edirsiniz, onların başına gələnlər sizin başınıza gəlmədən cənnətə girəcəksiniz. مستهم البأساء والضراء وزلزلوا حتى يقول الرسول والذين آمنوا معه متى نصر الله. Onlara elə bir çətinlik, kasıbçılıq üz vermişdi ki, xəstəlik üz vermişdi ki, elə sarsılmışdılar ki, hətta sahabələr, hətta Muhammed sallallahu aleyhi və səlləm və sahabələr birlikdə nə dedilər? Mətə nasrullah. Allahın köməyi nə zaman çatacaq bizə? Nə zamandır Allahın köməyi? Harada qaldı yəni? O qədər əziyyət gördülər ki, hətta bu kəlməni işlətdilər. Mətə nasrullah. Allah Subhanahu taala ayəni indirdi. Buyurdu ki, İnna nasrallahi qarib. Həqiqətən Allahın köməyi yaxındadır. Yaxında gələcək. Və Allah Subhanahu taala bilir ki, öz mələkləri ilə qoşun göndərdi. Müşrikləri qırdılar, biçdilər mələkləri, gözə görünməyən ordusu ilə. Qalə Vahab İbn Munebbih rahimehullah buyurur ki, Mən usibə bi şeyin minəl bələ fəqad sulika min tariqil ənbiyə aleyhissalatu vesselam. Kimə bir bəla, müsibət üz veribsə, artıq o bununla peyğəmbərlərin yolu ilə getmişdir. Və şeyx davam edir ki, yəni min əhlis salah və səbət aləl haqq. Yəni, sabit, haqq üzərində sabit olan, doğru olan kəslərdən, yəni kimə bəla, müsibət üz veribsə, o bilməlidir ki, Allah bununla onları, onu peyğəmbərlərin yoluna salıb. Elhamdülillah, vallahi, yəni bunu həmin anda düşünsən, Allah'ın səbr edə biləcəksən həmin imtihana, gələn imtihana. Haqq üzərindəsənsə, sabitsənsə, Allah sənə imtihan veribsə, bilgilən ki, Allah bununla səni peyğəmbərlərin yoluna salıb. Və yəqul Şeyxülislam İbn Teymiyyə rahimehullah. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki: "Və fi qisas hazihil umur ibratun." Peyğəmbərlərin bu qissələrində, bu hekayələrdə ibrət vardır. Kimlər üçün? Lil mu'minina bihim. Ona iman gətirənlər üçün. فَإِنَّهُمْ لَا بُدَّ أَنْ يُبْتَلَى بِمَا هُوَ أَكْسَرْ مِنْ ذَلِكَ. Çünki deyir, onlar mütləqdir bundan daha böyük imtihanlara düçar olacaqlar. Çünki Allah deyir axı, onların başına gələnlər sizin başınıza gəlmədən elə zənnilik cənnətə girəcəksiniz. Cənnət elə yəni asan qazanılacaq. Sonra Şeyxülislam buyurur ki, rahimehullah, فَإِنَّهُمْ لَا بُدَّ وَلَا يَأْسُوا إِذَا أُبْتُلُوا بِذَلِكَ وَيَعْلَمُونَ أَنَّهُ قَدْ أُبْتُلُوا بِهِ مَنْ هُوَ خَيْرًا مِنْهُ.
Belə imtahanlara düçar olduqda şeyx deyir ki, ümidini itirməməlidir. Yəni pis olmamalıdır. Çünki o bilməlidir ki, imtahana düçar olan şəxs ubtuliya bihi men huve hayran minhu. Ondan daha xeyirliləri bu imtahanlara düçar olublar. Onu bilməlidir. Sənə imtahan gəlib, bilməlisən ki, ondan daha şiddətli imtahanlar sənin peyğəmbərlərin başına gəlib. Əimmələrin, ümmət imamların, əhl-i imamların başına gəlib. Nə imtahanlar çəkiblər? Sahabələrin həyatına baxanda bilirik onlara nə zülümlər etdilər. Subhanallah, la ilahə illallah dediyinə görə kişinin, anasının, atasının ortadan böldülər. Ammar ibn Yasin. Bilirik sahabələrin həyatından oxuyanda görürük nələr çəkdilər. Heç onlar döndülərmi? Heç Peyğəmbər sallallahu aleyhi ve sellemə Allaha dil uzatdılarmı? Əksinə, heç nə onları döndərmədi. Heç nə. Bilal radiyallahu anhu üzərinə daş qoyanda ondan çıxan piyin, yağın, hansı ki o yağ, o pi, o qızmar daşı söndürürdü. O qədər əriyirdi onun belində. Nə oldu? Döndü? Dönmədi. Dönmədi. İmtahan gəldi, səbr elədi. Kəmə sabəru. Necə ki, Peyğəmbərlər səbr etmişdilər. O bilirdi. Çünki Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin tələbəsi idi. Biz də Allah Resulü'nün hədislərini oxuyuruq, siryanı oxuyuruq. Sanki bilginən ki, Allah Resulü sənə deyir. Kəmə qalallahu teala kəzə və kəzə. Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Elə bil ki, Allah Resulü sənə deyir. Səhih hədisdir. Səhih hədisdir. Şeyxülislam buyurur ki, kəmə fi qavlihi. Necə ki, Allah subhanahu wa ta'ala Əhzab surəsi 21-ci ayədə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. Allahın Rəsulunda sizlər üçün gözəl örnək vardır. Kimlər üçün? Ayənin arxası ilə Allah subhanahu ta'ala özü açıqlayır. لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمِ الْآخِرِ. لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Kimlər üçün? Allaha və axirət gününə inananlar üçün. Sonra Şeyx Xalid devam edir ki, وفي القرآن من قصص المرسلين التي فيها تسلية وتثبيت ليتأسى بهم في الصبر على ما كذبوا وأوذوا. Hansı ki, onların yəni təksib olunmalarına və əziyyət görmələrinə səbr etməkdə peyğəmbərlərdən örnək götürməlidirlər. Bunun üçün Quranda qissələr vardır. Yəni qissələr, Allah Subhanahu hekayələr, ona görə bizə zikr edir ki, baxın, ibrət alın. Sonra İbn Qeyyim rahimehullahın və yesrudu lana allama İbn Qeyyim cümleten mimma ubtuliya bihil enbiya fi tariqihim fi da'vati ila Allah Teala fe yaqulu rahimehullah. İbn Qeyyim rahimehullah peyğəmbərlərin Allaha dəvət yolunda ibtila olunduqları bəzi imtahanları sadalaraq söyləyir. İbn Qeyyim rahimehullah. Söyləyir ki, tariqun ta'bun fihi Adəm. Bu yol elə bir yoldur ki, bu yolda Allaha dəvət yolunda Adəm yorulmuşdu. O qədər dəvət edib yəni. Və nəhə li əclihi Nuh. Nuh bu yolda nə qədər ağlamışdır. Subhanallah, bilirik ki, Allah subhanə deyir, 1000 ildən 50 il az. 950 il Allaha dəvət edib. 950 il. 950 il qardaş, Allaha səbr edib, asilik eləməyib, haqq üzərində sabit olub, tövhid üzərində sabit olub. 60 il, 70 il yox, Allah fikirləşsə, 950 il. Dəvət elədi, yenə oğlu hidayət olmadı. Sən 5 aydır, 3 aydır, 1 aydır, 1 ildir dəvət edirsən, pes edirsən, çəkilirsən ki, bəs nə qədər deyirəm alınmır. Qardaş, sənin yaşının 100 qatın kişi dəvət edib, bezişməyib bu yoldan, geri çəkilməyib, pes etməyib, Allaha asilik etməyib. Və rumiyə finnəril xalil. Allahın xəlili, İbrahim, Xəlilullah,
aleyhisselam tevhidin babası oda atıldı. Subhanallah, fikir vereyim bir dənə peyğəmbərlərə çəkdiyi əziyyətlərə. Oda atıldı. Nəyə görə? Tevhidə görə. Tək Allaha ibadətə çağırırdı ki, Allahla yanaşı heç kəsə özünüzə Allaha tay tutmayın. Heç ona görə atdılar oda. Və udciya lizzəbhi İsmail. İsmail, hətta oğlu İsmaili qurban kəsmək üçün yerə yıxdılar. Və bəyə Yusuf bi thəmənin bəxs. Yusuf aleyhisselamı çox ucuz bir qiymətə satdılar bu yolda. Baba, Allaha dəvət yolunda olub bunların hamısı. Və ləfə fis-sicni bid'a sinin. Bir neçə il, 3 və 10 arası, bir neçə il türmədə qaldı. Sicnə atdılar onu. Neynədir? Geri çəkildiyi dəvətdən. Heç. Yoruldu, yorulmadı. Və nuşira bil minşər Zəkəriyyə. Zəkəriyyə aleyhisselamı minşarla böldülər. Amma Allah Subhanahu taala adını Quranda zikr elədi. Quranda ayə indirdi. Zəkəriyyə aleyhisselam haqqında. Və zubihəs seyyidil husuru Yahya. Qövmünün ağası, nəfsinə hakim olan Yahya aleyhisselamı da həmsinin qətlə getirdilər. Və qaset durru Əyyub. Əyyub aleyhisselam bilirik ki, nə qədər əziyyətlər çəkdi, sıxıntılar çəkdi, xəstəliklərlə üzbəüz qaldı Əyyub aleyhisselam. Və zədə aləl miqdar bukəu Davud. Davud aleyhisselam ağlamağı çoxaldı bu yolda. Nə qədər ağlayırdı Davud aleyhisselam. Amma heç biri geri çəkilmədi Allaha dəvət yolundan. Və sərə mə'al vəhşi İsa. Və İsa Peyğəmbər bilirik ki, vəhşi heyvanlarla, yəni hansı ki bərabər gəzirdi, birlikdə idi. O heyvanlar onunla birlikdə idi. O da onun imtihanı idi. Və alecel fəqrə və anva'il əzə Muhammed sallallahu aleyhi və səlləm. Muhammed sallallahu aleyhi və səlləm bu yolda yoxsulluqla imtihan olundu. Hər cür əziyyətlər verildi ona. Hər cür əziyyətlər verildi. Allah Rasuluna. Şeyx deyir ki, وَتَزَهَّا أَنْتَ بِاللَّهُ وَاللَّعْبِ. Sən isə hələ də deyir, əyləncə və oyun oynamaqla öyünürsən. Yəni, həyatın bununla keçir, sən hələ də. Vallahi, qardaşlar, bunlar hamısı Şeyx Xalid bizə gətirir. Biz örnək alaq deyə. Biz sahabələrin, peyğəmbərlərin, əvvəlkilərin sirasına baxaq, görək ki, onlar nələr çəkiblər. Şeyx gətirir ki, Qalə Sələmə İbn Səid, Əl-Uləmə Surucul Əzminə. Alimlər müxtəlif dövrlərin, zamanların, yəni çıraqlarıdırlar. Yəni onlara baxıb insanlar, onlar yolu aydınladırlar, işıqlandırırlar. İnsanlar da onlara baxıb doğru yolu görürlər. Alimlər belədirlər. Fəkullu alim misbah zamanihi fəbihi yastatiyə əhli asrihi. Hər bir alim də öz zamanının bir misbəhidir, yəni aydınladan bir işığıdır. Və onunla deyir, öz əhlinin, öz əsrinin, cəmaatın aydınlığa çıxarırlar alimlər. Və kənə yəqul, buyurur ki, əvvəllər belə söyləyərdilər, Əl-uləmə tunsəxu məkəyidiş şeytan. Alimlər şeytanın hiylələrini boşa çıxarırlar, puç edirlər, batil edirlər, alimlər. Və Şeyx Xalid Şeyx Rabinin, Allah ona rəhmət etsin, sözün gətirir. Və yəqulu şeyxana alləmə Rabi ibn Hadi əl-Mədxali, Hafiz rahiməhullah, Şeyx Rabi ibn Hadi əl-Mədxali rahiməhullah buyurur ki, وَالْأَمْثِلَ كَثِيرًا فِي الْإِسْلَامِ لِلتَّابِعِينَ الصَّادِقِينَ. Sadiq olan, litthabitin, sabit olan, sadiq olan kəslərin İslamında çoxlu misallar vardır, Şeyx Rabi deyir. Hətta qablinə, hətta bizdən əvvəl, qabl hədihil ümmə, bu ümmətdən əvvəl elə kişilər var idi ki, kənə hunəkə min tuhfər ləhul ard. Yerdə quyu qazardılar, və yəşuqqu nisfin. Onları ikiyə bölüb ora atırdılar. İkiyə bölürdülər. Tohid yolunda, Allaha tohid yolunda.
Şeyx Rabi deyir ki, bizdən əvvəlkilər elə kişilər var idi, ikiyə bölürdülər. Yerdə quyu qazıb. La yasudduhu zalika an dinihi. Lakin bu onları dinindən döndərə bilmirdi. Onlar ikiyə bölünməni görürdülər başqalarının. Özləri də bilirdilər, elə olacaqlar. Lakin dinlərindən döndərmirdi. Bu imtihanlar onları dinlərindən döndərmirdi. Hədihil umur əmsilatun lil mu'minin as-sadiqin. Bu şeylərin hamısı şeyx deyir ki, sadiq möminlər üçün misallardır. Gətirilir ki, sən də baxasan, qardaş, sabit olasan, səbr edəsən çətinliklərə, sıxıntılara. Və tuhaffizahum aləl-istiqamə və thəbət. Fələ tədurruhum kəsratul halikin. Və onları bu doğru yol üzərində neynəsin, qorusun, sabit eləsin. Və onlar fələ tədurruhum kəsratul halikin, həlak olanların çoxluğu da onlara zərər verməz. Və lə qillətil müstəqimin əth-thəbitin aləl haqq. Haqq üzərində olan sabit kişilərin də azlığı onları aldatmaz. Onları aldatmaz. Ki, haqq əhli azdır. Filan kəslər azdır, filan tərəf çoxdur. Bu şey onları da yenə də haqq yoldan azdırmaz. Vəl-cəmaə mə'a mən kənə aləl haqq. Şeyx Xalid çox gözəl kəlmə buyurur. Cəmaət odur ki, haqq üzərindədir. Kim haqq üzərindədir, o cəmaət adlanır. Kəinən mən kənə, kim olur olsun. وَلَوْ كَانَ وَحْدَهُ, hətta tək olsa belə. Haqq üzərindədir, cəmaət adlanır. لَوْ أَنَّ النَّاسِ كُلُّهُمْ اِجْتَمَعُوا عَلَى الْبَاطِلِ وَأَنْتَ عَلَى الْحَقِّ. İnsanlar hətta batil üzərində cəm olsalar, hamısı batildə olsalar, وَأَنْتَ عَلَى الْحَقِّ, sən isə tək olaraq haqq üzərində olsan, فَأَنْتَ عَلَى الْحَقِّ وَأَنْتَ الْجَمَاعَ. Haqq olan sənsən, cəmaət olan da sənsən. Hətta tək qalsan belə. فَلَا يَغُرَّنَّكُمْ كَسْرَةُ الزَّبْدِ فَإِنَّمَا هُمْ غِثَاءٌ كَغِثَاءِ السَّيْلِ. Səni aldatmasın. Onların köpüyün çoxluğu deyir, səni aldatmasın. Onlar selin gətirdiyi çör-çöp kimidirlər. Haqq üzərində olmayan, çox olan şəxsləri deyir Şeyx Xalid. Batil üzərində olan çoxluğu deyir. Onlar səni aldatmasın. Onlar selin gətirdiyi çör-çöpdülər. Kəmə qalə Rasulullah sallallahu aleyhi ve sellem. Necə ki Allah Rasulü onlar haqqında xəbər verib, deyib. Əhlül bidə vallahi ğithəun ğithə. Vallahi ki, bidət əhli heç nədirlər, yəni çör-çöpdülər, dəyərsizdirlər, zəifdirlər yəni. Əhlül batil vallahu ğithə. Batil əhli də belədir. وَالنَّاسُ هُمْ أَهْلُ الْحَقِّ وَلَوْ كَانُوا قِلَّةً. İnsanlar isə həqiqətdə haqq əhli ilədilər, hətta az olsalar belə, az olmaqlarına baxmayaraq. وَلَوْ كَانُوا فِي غَايَةِ الْغُرْبَةِ. Hətta qəribliyin, təkliyin, qürbətliyin ən şiddətli bir halında olsalar belə. Təksən, haqq üzərindəsən, cəmaatsan. Və qardaşlar, bunlar hamısı, yenə təkrar edirəm, şeyx necə ki dediyi kimi, bizlərə bir nəsihətdir. Ki, onların həyatlarına baxacağıq, bizlərə, bizim başımıza gələn imtihanlar, sınaqlar, müsibətlər bizim dinimizə təsir etməyəcək. Nə olur olsun, təsir etməyəcək. Allah subhanahu wa ta'ala istəyirəm ki, Allah subhanahu wa ta'ala xeyir etsin, bərəkətli etsin bu kitabı oxuyub, faydalanmağı hər birimizə müvəffəq eləsin və Allah subhanahu wa ta'ala bizə imtihan zamanı gözəl səbir versin. Allahümmə amin. Subhanəkə Allahümmə və bihamdik və şəhədə və la ilahə illə ənt, əstəğfiruka və tuğbileyk.